Qadın zəif məxluqdur. Qadın zəifliyi nədə görürsüz? Daş daşımırsa, o demək deyil ki, o zəif. Yeni bir ailəyə düşürsən, orada baş çıxartmaq elə bilirsiniz asandır. Hər kəs öz yoldaşına çönsün, baxsın. İnanın ki, sizin yoldaşlarınız 70-80% sizin atalarınız oxşur. Bu kitabın nə qədər bir üzündə qalacaqsan? Bunu qutar da bir başqa səhifələrinə də keç. Nəsə bir səhv hərəkət eləyərsən, qaynanan mənə söyər və yaxud da qaynatan mənə söyər. Nə bilim, deyərlər ki, sən necə qız uşağı yetişdirmisən. Anadan gələn bir kod var. Mən sənə görə atava dözdüm. Bu qədər güclü olmaq qadına yaraşırmı? Mənim qızıma heç kim əyri baxa bilməz. Mən heç kimə icazə verə bilmərəm ki, onun xətrinə dəysin. Bax, o qız artıq oyundan onun DNK-sına oturub deyənə, artıq o həyatda mübarizdir. Mən olsam belə eləmərəm dediyim hər bir şeyi mən eləmişəm. Qadın pul qazananda onun uşaqları özəl məktəblərdə oxuyur. Amma kişi pul qazananda əlavə bacı qardaşları olur.